Selam dostlar, kanalıma videoma hoş geldiniz. Bu ne rahatsız oldu. Neyse. Dostlar bugünlerim günlük vlog çekeceğiz. Qonaqlığa gideceğiz ve oradan gezmeler, nəmlələr. Şu an saçım ıslaq demiştim çünkü ıslaqdı ve qurumur. Ne etdim ki qurumur. Uzun saçlı olmağın bir daha kötü faciası. Neyse uzatmıram. Tez saçımı qurutub gələm. Dostlar uzun uğraşlar sonucunda saçım kurudu. Şu hale bak. Neyse. Şimdi buzları elde ıslak. Saçımı düzleştireyim mi yoksa neynek? Şu an ben de bilmiyorum. Onda bukle vermeye çalışacağım. Başka çare yok. Aha, darağımı da getirdim. Dostlar kurtkamı da giyindim. Çok kalın olduğu için. Bir de uzaktan göstereyim bakalım. Evet böyle. Hava soyuquymuş. Mənə pengueni döndürdülər. 360. Böyle. İndi çıxacağıq saat da 12'dir. Baxı görək saat neçədə gələcəyik. Dostlar gedirdik, sonra dəhşət yağış yağmağa başladı. Ona görə atam gözləyir. Atam indi şəhər tərəflərdədir. Oradan bura gələcək və onunla birlikdə gedəcəyik. Həm elə daha tez gedərik maşınla. Bu qədər. Dostlar hava çok soyuq idi. Bir də yağış da yağırdı, sel kimi yəni. Mən əslində çöldə çıxıb gəzmək istəyirdim. Amma təəssüf ki, yağış yağdığı üçün heç bir yere gidemədik. Elə qonaqlıqdan çıxıb evə getdik. Dostlar burada qonaq getdiyimiz yerdəyik və çox adam olduğu üçün mən danışa bilmirəm təbii ki. Bu qədər yəni çox da bir şey eləmədim, yemək yedim. Və artıq evə qayıdırdıq. Yağış kəsmək bilmirdi, dəhşət yağış yağırdı yəni. Məncə bugün çox maraqlı keçdi. Çünki qonaq getdiyimiz insanlar da çox maraqlı insanlar idi. Ona görə çox maraqlı bir gün idi. Çox da öpürəm. Özünüzə yaxşı baxın. Sağ olun.